Planlamaya əsasən Vyetnamda ikinci üst tutduğumuz məkan Danang şəhəri oldu. Bu şəhərə 2 gün yarım ayırmışdıq. Əvvəlcə çox bəyəndiyimiz otelə yerləşdik. Sonra otelin qarşısındakı Bikini Bottom'da ən dadlı burgeri yedik, yollandıq çimərlik qırağında gəzintiyə. Daha sonra Dragon Bridge görmək üçün Dragon Rootlara getdik və orada kofe içdik. Axşamı masajla yekunlaşdırdıq və səhəri gözəl bir mənzərəyə oyanıb səhər yeməyimizi yedikdən sonra üst tutduq Hoyan şəhərinə. Hoyan təxminən Danangdan 30 dəqiqəlik məsafədədir. Bura getmək üçün oteldən günlük maşın danışırıq 50 manat. Məşhur kokonat qayıqlarına minmək üçün üst tuturuq Coconut Village'ə. Burada 10 manat verib bu qayıqlarda çox gözəl vaxt keçiririk. Daha sonra gəlirik dincəlməyə. Duzlu kofedən və kakonusdan içib, sərinləyib, mənzərədən də zövq alırıq. Və buradan keçirik Hoyanın qədim hissəsinə. Bura öz işıq lampaları ilə məşhurdur, çox ecazkardır. Hoyanda bammi yemədən geri dönməyin dedilər. Mən də göbələklisini denedim, 7 manata çox dadlı idi. Sonra gəldik dəniz qırağına gün batımı seyr etmək. Azərbaycanlılar dəniz qırağında yemək yemədən dura bilmir. Təbii ki, biz də bunları aldıq. Sonra bir çay içdik və Hoyana geri döndük. Niyə? Bu gözəl mənzərəni izləmək üçün. Hər kəs bura bu rəngli lampaları görməyə gəlir və öz dilək şamlarını yandırmağa. Daha sonra qayıtdıq Dananga və getdik Meksika restoranına, belə dadlı yeməklər yedik. Sonra Ayşən yazdı ki, gəl gedək kofe içək. İlk motorbike təcrübəmi yaşayıb Ayşənlə kofe içməyə getdim. Ardı növbəti postda.